Çox bəyəndim buranı, dəyərli dostlar. Allah haqqı, Allah mənni sənni hamıya qismət eləsin. Çox kulturlu bir bağ evidir də, yəni Şüvalandayam, dənizin düz yanında da Şüvalanda. Təsəvvür elə ki, sən, yoldaşın, balaca uşaq, belə bir xudmanə ailən var. Gəldin maşını saxladın, bax burada 2 maşın, 5-in 8-ə hovuzu var, isti hovuzdur. 3 sotun içində yaşamalı bir bağ. Çox baha da deyil də. 210 min deyir sahibi, amma 200 min nəzə verər də. Yəni 200 min manata dənizin qırağına belə bir bağ evi imkanı olan izləyicilərimə deyirəm. Yəni super. İnşallah. Dualarımı elədim. Başlayaq təqdimata. Hovuzdan çıxdın, stolu qoydun, şirniyyatlı çayı qoydun. Yerlənəcək də qoya bilərsən bura. Özün üçün dincəlirsən də, yəni zor söhbətdir. Deməli, bu evi 2 sot yarımın içində tikiblər bu ev. Böyük bir evdir, avyonlu. Yarım çox da həyətə salıblar. Bura mətbəx hissəsidir, dəyərli izləyicilərim. Yer isti, döşəmə qranit eləyiblər. Mətbəx mebeli yığılıb. Yəni 210 minlik evdən milyonluq şey gözləmək olmaz da. Amma o qiymətə, yəni 200-210 minə yaxşı işlər görülüb. Vallahi adam bu 6-5 aya bunu tikmək, eləmək zülümdür də, yəni hazır al. Mən də alsam hazır alam. Ən zəhnəm gələn şey ev remontsadır, ev tikmək söhbətindən. Bura zal otağıdır, qəşəng bir zaldır. Vitraj pəncərəsi, divanı atdın bura, kresoları, bufiki, bir dənə televizor, bum da, yəni axşamla oturdun, bir dənə baxdın Eşref Rüyaya, nə istəyirsən də. Gəldik, çatdıq, deməli, bura bir dənə uşaqlar üçün yataq otağıdır, geniş. Görürsünüz də, yaxşı genişliyi var. Yataq, mebel qoyulsa, da belə-belə eləməyir, rahat gedəcəksən, gələcəksən. Başqa nə canım sənə söyləsin, ayna, bir dənə hamama da baxaq. Normal hamamdır da, dəyərli izləyicəm, normal. Moydadır, duş kabini, isti döşəməsi, qapılarına da baxaq. Normal qapılardır. İndi 200 minlik evdə tək açılmasın, 1500 manata xüsusi işçiliklə qapı gözləmədə, yəni qiymətinə görədir də, yəni normal qapıdır. Yəni reklam üçün, satış üçün demirəm, tam izah edirəm sizə ki, normal qapıdır. Bura bir yataq otağıdır, geniş bir yatağıdır. Burada kravatı qoydun, tunguçkaları qoydun, normal, televizyon yeri, bütün Wi-Fi çəkilib, TV xətləri çəkilib, növbəti bir otaq. Bura valideynlər üçün olan yataq otağıdır, geniş, içində hamamı da var, müasir qaydada, gözəl. Sənədi kupça, tam çıxarışı var. Kimə maraqlıdırsa, yəni zəng edeyim mənə, Şüvalanda, bura Mirmövsüm Ağaziyargahının yanındadır. Mirmövsüm Ağaziyargahı bütün günü yəni qeyb ziyarət edə bilərsiniz. Dənizi var, ev, hamımıza qismət olsun inşallah. Mənim əlimdən. Nömrəmə zəng edin, sizin qulluğunuza hazıram. Hələlik.